Almaniyanın Bavariya əyalətində dünya şöhrətli rəssamların əsərlərinin saxta surətlərini milyonlarla avroya satmaq istəyən şəxs müəyyən olunub. Spiegel nəşrinin məlumatına görə həmin şəxs satmağa çalışdığı əsərin orijinal olduğunu iddia edərək onları 400 min avrodan 130 milyon avroya qədər qiymətlərə təklif edib. Əsərlər arasında Pablo Picasso, Rembrandt, Van Rijn və Peter Paul Rubens kimi məşhur rəssamların əsərlərinin sürətləri də olub. İstintaq zamanı 77 yaşlı Bavariya sakini şübhəli şəxs qismində saxlanılıb. Onun daha 10 nəfərlə əlaqəsinin olduğu ehtimal edilir. Həmin şəxs Rembrandta aid bir əsərin saxta surətini 120 milyon İsveçrə frankına, 130 milyon avroya satmağa cəhd edib. Qeyd eləyək ki, həmin əsərin 17-ci əsrə aid orijinalı hazırda Amsterdamdakı Milli Muzeydə saxlanılır. İlkin məlumatlara əsasən bu saxta surət 20-ci əsrdə hazırlanıb və İsveçrəli qadının mülkiyyətində olub. Təqsirləndirilənlər alıcıları əsərin orijinal olduğuna inandırmağa çalışaraq, hətta Amsterdamdakı muzeydə əsərin güya saxta olduğunu iddia ediblər. Saxta tablo İsveçrədə müsadirə edilib və həmin qadın barəsində də istintaq aparılır. İstintaq çərçivəsində Almaniyanın 11 şəhərində, İsveçrənin 5 kantonunda və Lichtensteində əməliyyatlar həyata keçirilib. Çoxlu sayda sənəd, məlumat daşıyıcıları və saxta sənət əsərləri müsadirə edilib.